Cərimə atışları hardan icra olunur? 5-8-likdə. 5-də. Cərimə atışı uğurlu olarsa neçə xal qazandırır komandaya? Bir xal. Bir xal qazandırır. Ümumiyyətlə, basketbolda neçə xallıq atış zonaları var? Bir var 5-8-likdən. Bir də 6-75-in daxili 2 xal, xarici isə 3 xaldır. Oyunçu hücum epizodunda rəqibin 5 yaşdatlıq cərimə xəttinin arxasından rəqibin səbətinə uğurlu atış edir. Bu zaman həmin oyuncu komandasına neçə xal qazandırır? 2 xal. 2 xal. Çünki hücum edir. Mən cərimə demirəm, doğru. Bəs yaxşı, 6.75 metrlik qövsün xaricində basket falı epizodu alınarsa neçə xal, neçə cərimə atışı olacaq? Xal bir cəriməşi. Çünki səbətə düşür. Bəli. Və Bəs yaxşı. 6.75 düz metrlik qövsün xaricindən oyunçu rəqib səbətinə hücum edən anda ona qarşı faul olunur və top səbətdən keçmir. Neçə cərimə atışı icra edir? həmən xalın sayına qədər də atış verilir. 3 Deməli, xallıqsa 3 bəs 6.75 metrlik xəttin üzərindən basket faul epizod alınarsa neçə xal, neçə cərimə atışı olacaq? bir xal, bir cəriməşi. 2 xal, bir cərimə atışı. Doğru. Texniki faula neçə atış verilir? Bir atış verilir. Bir atış verilir.